Bəşəriyyəti yeni həyəcan bürüyüb. ABŞ illərlə gizlətdiyi uçan boşqab dosiyələrini açıqlamağa hazırlaşır. Bu barədə Prezident Trump dünən yenidən danışaraq dünya gündəmini daha bir dəfə sarsıtdı. O bildirdi ki, Ağ Ev tezliklə uçan naməlum obyektlərlə bağlı çoxlu məxfi məlumat yayacaq. Üstəlik, hər kəsi əmin etdi ki, açıqlanacaq sənədlər son dərəcə maraqlı olacaq. Məqsəd həqiqətləri üzə çıxarmaqdırsa, əlbəttə, bu məsələdə bir problem yoxdur. Ancaq deyəsən, yeni tamaşa qurulur. Əks halda, ABŞ kimi nəhəng bir dövlət belə maraqlı məlumatları niyə indi açıqlamaq niyyətinə düşdü? Yəqin bu məqamda ağlınızdan keçir onu da soruşasınız ki, əgər yad planetlilər doğrudan da mövcuddursa, bizim bu qanlı qadalı yer kürəsini də su yoluna çeviriblərsə, nədən onların varlığı gizlədilib? Uçan naməlum obyektlərə çox vaxt sadəcə olaraq uçan boşqablar deyirik. Amma reallıqda bu, o demək deyil ki, söhbət mütləq yad planetlilərdən gedir. Ümumi götürəndə, izah edilə bilməyən uçuş obyektlərini media həmişə yad planetlərə calamağa meyillidir. O da maraqlıdır ki, informasiya sahibi sayılan dövlətlərdə bu mövzu illərdir konspiroloji nəzəriyyələri bəsləyir. Güya bəzi informasiyalar açıqlanır, amma əsas hissə həmişə üstü örtülü qalır. İndi isə cənab Trump coşub və birdən-birə hər şeyi açıqlayacağım deyir. Xeyr ola. 3 əsas ehtimal var. Birinci ehtimal, bəlkə doğrudan da izah olunmayan hadisələr var. Ola bilsin, dünyamızın hazırki elmi və texnoloji səviyyəsi ilə açıqlana bilməyən obyektlər müşahidə olunub, siqnallar alınıb. Əgər bu güman doğrudursa, təkcə ABŞ yox, bütün dünya üçün sensasiya olacaq. Amma doğrusu, mən bu məsələni yad planetlilərə qətiyyən bağlamıram. Çünki bildiyim qədər Fermi paradoksunu çözmək üçün astrofizikanın əlində mötəbər dəlillər yoxdur. Yəqin ondan alacaqsınız ki, 1950-ci illərdə məşhur fizik Henri Fermi çox sadə, amma sarsıdıcı bir sual verdi. Əcaba, hamı haradadır? Bu sual sonradan Fermi paradoksu kimi tanındı. Paradoksun mahiyyəti budur ki, nəhəng kainatımızda saysız hesabsız galaktika və planet var. Riyazi hesablamalara görə həyatın təkcə yer kürəsində olması inandırıcı deyil. Amma problem buradadır ki, başqa planetlərdə yaşamla bağlı heç bir sübut yoxdur. Bu nəhəng dünyada özümüzdən başqa heç kimi tanımır, heç kimlə əlaqə qura bilmirik. Yəni, başa düşürük ki, haradasa şuurlu varlıqlar olmalıdır. Amma eyni zamanda heç kimi tapa bilmirik. Bu reallıq paradoks yaradır. Cavab səciyyəsində müxtəlif versiyalar var. Kim bilir, bəlkə də həyat çox yerdə var. Amma onu sivilizasiyaya təkcə biz çevirə bilmişik. Bəlkə də susqun qalmağa üstünlük verir. Özlərini təqdim etmək istəmirlər. Planetimizi müşahidə edirlər, amma həyatımıza qarışmırlar. Yaxud bizdən o qədər irəlidədirlər ki, onları anlaya, qavraya bilmirik. Bütün hallarda hansısa galaktikadan basa-basa yol gəlmiş şuurlu varlıqların dünyanın elmi mərkəzləri ilə açıq əlaqə yaratmaq əvəzinə hansısa başdan xarabın gözünə görünməsi mənim üçün inandırıcı deyil. İkinci ehtimala görə onlarla bağlı iddialar yeni icad edilmiş hərbi texnologiyaların üstünə çəkilən pərdədir. Yəni, əslində ortada yeni nəsil silahlar, gizli və sürətli uçuş aparatları var. Amma bunları UNO adı altında təqdim etmək daha münasibdir. Xüsusilə ABŞ-nin İranla savaşdığı dövrdə. Üstəlik, Vaşinqton dünya liderliyini Çin və Rusiya qarşısında yenidən təsbit etmək istəyirsə. Əgər xatırlayırsınızsa, Venezuela əməliyyatından ABŞ yeni silah tətbiq etdi. Ola bilsin, başqa yeni nəsil silahlarını
ortaya çıxarmağa, lap elə İranda tətbiq etməyə psixoloji zəmin hazırlayır. Üçüncü ehtimal isə daha maraqlıdır. Bu çərçivədə açıqlanacaq materiallar informasiya savaşına xidmət edə bilər. Çünki böyük dövlətlər bəzən dünyanın diqqətini müəyyən istiqamətə yönəltmək üçün belə konspirativ mövzuları gündəmə gətirirlər. İndi diqqət edin. Əgər ABŞ doğrudan da bütün məlumatları açıqlamaq istəyirsə, deməli bu barədə verilən açıqlamanın özü də planlaşdırılmış addımdır. Çünki iri dövlətlər təsadüfi heç nə demir. Onlar ya özlərinə sərf edən məlumatı tam paylaşırlar, ya da sərf etdiyi qədər paylaşırlar. Başqa sözlə, bizə deyilənlərlə gerçəklik eyni olmaya bilər. Naməlum cihazlar bir mövzu olaraq ilk dəfə gündəmə gəlmir. Mən əlifbanı öyrənəndən bəri bunlarla bağlı yüzlərlə iddia ortaya atılır. Amma onların böyük hissəsi ya təksib edilir, ya da izahsız qalır. İndi isə fərq ondadır ki, bu dəfə məsələni birbaşa ABŞ prezidenti səviyyəsində gündəmə gətirirlər. Bu isə mövzunu mif səviyyəsindən çıxarır və informasiya kombinasiyasına çevirir. Trump'ın açıqlamasından sonra çoxları uçan boşqablar var ya yox sualına fokuslanır. Amma daha vacib sual budur. ABŞ sənədlərin gizli saxlandığı arxivlərin qapısını niyə məhz indi açır? Ramiz Rövşən demiş, üzümüzə bağlanan qapılardan bəlkə də üzümüzə açılan qapılar qorxuludur. Tarix göstərir ki, arxivlərin açılmasının arxasında həmişə ciddi səbəblər olur. Bir sir açılırsa, deməli ya gizlədilən, ya da yaradılan daha böyük sir var. Sizcə daha böyük sir nədir?